Salam qızlar, bircə sıradan ibarət olan qar dənəciyi. Cəmi bircə sıradır bu hamısı gördüyünüz. Çox da tez toxunur. Gəlin baxaq tez. Bunu yığışdıraq. Deməli, sapımızı götürürük. Biraz uc saxlayırıq və barmağımıza, elə bircə barmağımıza belə çoxlu dolayırıq. Gözə qərar toxuyuram. Toxumuram, sarıyıram. Okay. Bu qədər kifayət olar məncə. Belə çıxardırıq, ehtiyatlı saxlayırıq, sökülməsin, dağıtmasın. Yumaqdan gələn sapı arxaya atırıq. Deməli, keçirim bax bura içəri. Bu arxaya atdığım yumaqdan gələn sapı götürürəm, çəkirəm ön tərəfə. Burada bir dənə zəncir bərkitmək üçün. İndi bunu biraz böyüdürük. Sap alıram, gedirəm halqanın mərkəzinə, sap çıxardıram, uzadıram belə. Hamısı eyni hündürlükdə olmalıdır. İkinci dəfə də eyni şeyi eləyirəm. Üçüncü dəfə eyni şeyi eləyirəm. Və dördüncü dəfə eyni şeyi eləyirəm. 4 dəfə bunu təkrarlamaq lazımdır. İndi diqqət. Baxın, bu yumaqdan gələn sapı buranda tutmaq lazımdır, biraz buranda. İndi çalışıb bu ikisini tutmaq lazımdır. Baxın, bu baş barmağımın yarısı ilə bunu tuturam, yarısı ilə bu sapı. Bu sapı belə tutdum. Sapı alıram. İndi bu sapı buradakiların hamısının içindən keçirdəcəm sonuncudan başqa. Yox, sonuncuya da keçirdirək, üzr istəyirəm. Baxın, belə. Belə hamısından keçirdik. Sonra bunu hələ ki buraxmıram. Burada tutduğumun içinə belə keçirəm. Bir dənə sap alıb çıxardıram. 2 dənə ilməmiz var milçənin üstündə. Sap alırım, ikisini bir toxuyuram. Deməli, bunu bərkitdik. İndi bu pikoları toxuyuruq. Piko nədir burada? 1, 2, 3, 4. 4 dənə zəncir toxudum. Qayıdıram bu başa. Sürüşdürmə ilməsi ilə bunu bərkidirəm bura. Bu 1. Bir dənə də piko. 1, 2, 3, 4. Yenə qayıdıram bura, bərkidirəm onu. Üçüncüsünü eləyirik. 1, 2, 3, 4. Və yenə bura bərkidirəm. Sürüşdürmə ilməsi ilə. Gördünüz, 3 dənəsi belə alındı. İndi bir dənə zəncir toxuyuram və keçirim növbəti bu elementi düzəltməyə. Yenə bir dənə sap alıram, keçirəm bura. Dartırıq, hamısı eyni hündürlükdə olmalıdır. 2, 3, 4. Və yenə sap alıram, hamısının içindən keçirdirəm. Sonra buradakinin içinə qayıdıram, buradan da sap çıxardıram. Və bunları bərkidirəm. Və pikoları yerləşdirirəm. 1, 2, 3, 4. Qaydırıq bura. 1, 2, 3, 4. Yenə bərkidirik. 1, 2, 3, 4. Yine bura bərkidirik. Zəncir toxuyuruq bir dənə və davam edirik. Bu halqaya neçə dənə bu pışnı stolbikdən yerləşirsə toxuyuruq. İndi pauzanı basacağım, axıra qədər yerləşdirim. Məndə 6 dənə yerləşir. Ola bilər ki, mən bir barmağıma sarıdım. Siz sapı 2 barmağınıza sarıyarsınız. Onu da biraz daha çox yerləşdirə bilərsiniz. Okey, mən 6 dənəsini yerləşdirdim. Burada bir dənə son zəncirimizi toxuyuruq və sıramızı bağlayırıq. Baxın, bu pikoların başladığı bu yer var. 1, 2, 3 piko, bir də bu bura bərkitmişdik. Bunu da bura bərkidək bir dənə sürüşdürmə ilməsi ilə. İndi burada
bu sapını düzəldib brelok kimi istifadə edə bilərsiniz. Bu opsionludur. Əgər brelok kimi istifadə edəcəksinizsə bunu eləyirsiniz. Əgər yox, təkcə sizə qar dənəciyinin özü lazımdırsa, onda elə burada dayanıb sapı gizlədə bilərsiniz arxada. Mən saymadan belə random şəkildə bu zəncirləri toxuyuram. Uzunluğu sizə nə qədər lazımdır, elə baxın. Biraz toxudum, belə gətirirəm bu yerə, bərkidəcəm, yoxlayıram. Məsələn, bu qısadır mənə görə. Biraz da toxuyaq zəncir. Deməli, burada arxada bir yerlərə bərkitmək lazımdır. Amma elə bərkidirik ki, şeyə keçməsin. Ön tərəfdən görsənməsin. Bura gizlənib. Baxın, elə bu zəncirləri toxumağa necə başlamışdıq. Bunun dibinə, bu arxa tərəfdir, okey. Baxın, burada sapın quyruğu çıxır. Elə bax, bura bir yerə. Bir dənə sürüşdürmə ilməsi, bir dənə də zəncir. Çəkirəm, qayçı ilə kəsirəm. Bunu sonra gizlətmək olar. Bu qədər. 5 dəqiqə qar dənəciyi. Biraz səliqəsiz çıxdı, tələsik toxudum deyə. Amma baxın, burada çoxlu toxumuşam. Ləzzət eləyir. Rənglərini fərqli eləyə bilərsiniz. Əlbəttə ki, dizayna uyğun filan, nə bilim, bu qədər.